Ərəbistan yarımadası daxilində bütpərəstliyin ləğvi. Müşriklərə son güzəştin elan olunması. Çoxsaylı insanların etiqad bəslədiyi İslam əqidəsi və müqəddəs şəriət Ərəbistan yarımadasının hər tərəfində yayıldıqdan sonra bütlərə sitayiş edən müşriklərin sayı tək-tük idi. Bununla belə, adamların ən çox yığışdığı ibadət yerində və ya siyasi yığınacaqda bütpərəstlik və müşrikliyin ləğv edilməsi ilə bağlı qəti və açıq qərarın elan edilməsi labüd idi. Artıq İslam dövlətinin hər yerində öz şüarlarını elan etməsi, dilə tutmaqla öz tərəfinə çəkmək və keçmiş mərhələnin tələb etdiyi güzəştə getməyə son qoymaq üçün münasib vaxt yetişmişdi. Peyğəmbər salavatullah bunu elan etmək üçün vaxt olaraq qurban kəsilən günü və yer kimi Minanı seçdi. Əbu Bəkrə tapşırdı ki, Tövbə surəsinin əvvəlini oxusun. Bu surə həmin məqsədlə nazil olmuşdu. Bütün müşriklərə açıq və aydın şəkildə son güzəşt elan edirdi. Bu barədə deyilirdi. 1. Kafirlərdən heç kəs cənnətə girməz. 2. Kəbəni çılpaq şəkildə təvaf etmək olmaz. Cahiliyyət dövrünün adətləri buna icazə verirdi. 3. Heç bir müşrik bu ildən sonra həcc ziyarəti edə bilməz. 4. Peyğəmbər salavatullahla müqaviləsi olanlar müqavilələrinin müddəti bitənədək yerinə yetirməlidirlər. Müqaviləsi olmayanlara 4 ay vaxt verildi. Bundan sonra müsəlman ölkəsində müşrik tapılsa, öldürülməli idi. Belə bir vaxtda Peyğəmbər salavatullaha aşağıdakı məzmunda ilahi vəhy nazil oldu. Sənin yerinə hər hansı dini ayini yalnız özün və ya səndən olan bir şəxs yerinə yetirə bilər. Sonra Peyğəmbər salavatullah Əlini çağırdı və ona əmr etdi ki, iti gedən dəvəsini minsin. Özünü Əbu Bəkrə çatdırıb ondan elanın mətnini alsın və özü şəxsən həmin mətni yığışmış adamlara elan etsin. Əl-Kafi 1-ci cild 326-cı səhifə. Əl-İrşad 37-ci səhifə. Əl-Vaqidi 3-cü cild 1077-ci səhifə. Xəsaisun Nisan 20-ci səhifə. Səhih-i Tirmizi 2-ci cild 183-cü səhifə. Müsnəd-i Əhməd 3-cü cild 283-cü səhifə. Fəzail Əl-Xəmsə min Əstihah-i Sittə 2-ci cild 343-cü səhifə. Əli ibn Əbu Talib zəvvarların arasında durub, ilahi qərarın sərt ruhuna müvafiq bir səs və cürətlə sözü gedən ilahi bəyanı oxudu. Adamlar diqqətlə və ehtiyatla ona qulaq asdılar. Bu elan müşriklərə elə təsir etdi ki, artıq onlar Peyğəmbər salavatullahın yanına müsəlman olaraq gəldilər. Nəcran xristiyanlarının hiləgər planı. Nəcran xristiyanlarının lider və hökmdarları yığışaraq Peyğəmbərin onlara ünvanladığı və onları İslama çağırdığı məktubunu öyrənməyə başladılar. Onlar əllərində İsa Peyğəmbərdən sonra yeni Peyğəmbərin gələcəyini təsdiq edən təlimlərin və Muhammədə onun nübüvvətini təsdiq edən bütün əlamətlərin olmasına baxmayaraq qəti bir qərara gələ bilmədilər. Buna görə də Peyğəmbər salavatullahla şəxsən görüşüb müzakirələr aparmaq üçün nümayəndə heyətinin göndərilməsi qərarı alındı. Rəsul-i Əkrəm böyük bir nümayəndə heyətini qəbul etdi. Amma onların bütpərəstlik xarakteri nümayiş etdirən xarici görünüşündən o həzrətin üzündə bir narazılıq hiss olunurdu. Çünki onlar ipək və zərxara paltarlar geyinmiş, qızıl bəzək əşyaları taxmış və boyunlarından xaç asmışdılar. Ertəsi gün səhər onlar yenidən Peyğəmbərin yanına gəldilər.
bu dəfə xarici görünüşlərini dəyişdirmişdilər. Peyğəmbər salavatullah onları salamladı, onlara ehtiram göstərdi və öz dini ayinlərini yerinə yetirmək üçün hər cür şərait yaratdı. Əs-Siratul Hələbiyyə 3-cü cild 211-ci səhifə. Əs-Siratun Nəbəviyyə 1-ci cild 574-cü səhifə. Sonra Allahın Rəsulu onları İslamla tanış etdi və onlara Qur'an ayələri oxudu. Lakin etirazla qarşılandı. İş, Peyğəmbər salavatullahın onları lənətləməsi ilə tamamlandı və bu da Allah Taala'nın əmri ilə baş verdi. Tərəflər növbəti gün görüşmək barədə razılığa gəldilər. Bu dəfə Peyğəmbər salavatullah onların yanına getdi. O, Hüseyni qucağında aparır, Həsənin isə əlindən tutmuşdu. Arxasınca qızı Fatimə və əmisi oğlu Əli ibn Əbu Talib gəlirdilər. Bununla da onlar Allah Taala'nın bu müqəddəs ayədə zikr olunmuş əmrini yerinə yetirirdilər. Buna görə də sənə elm gəldikdən sonra onun barəsində İsa Məsih haqqında səninlə mübahisə edən, höcətləşən kəsə de. Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü, bizim canımız kimi olan kəsləri çağıraq. Sonra bir-birimizə nifrin edək. Beləliklə Allahın lənətini yalançılara yağdıraq. Peyğəmbər salavatullah bu hadisədə İmam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi mübahiləyə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular. Ali İmran surəsi 61-ci ayə. O Həzrətin nübüvvət və risalətini sübuta yetirmək üçün onları başqa müsəlmanlar müşayiət etmirdilər. Bu əsnada Nəcranın baş keşişi dedi: Ey xristiyan cəmaatı, mən elə adamların simasını görürəm ki, əgər onlar Allahdan bir dağı yerindən tərpətməyi xahiş etsələr, Allah onu edər. Onlara lənət oxumayın, yoxsa məhv olarsınız və yer üzündə bir nəfər xristiyan belə qalmaz. Onlar Peyğəmbər salavatullaha və onun əhl-i beytinə lənət oxumaqdan imtina edəndən sonra Allah Rəsulu onlara buyurdu: Əgər lənətləməyi buraxdınızsa, onda müsəlman olun və siz də müsəlmanların malik olduqlarına sahib olacaqsınız. Müsəlmanların etməli olduqlarını edəcəksiniz. Onlar etiraz etdilər. Peyğəmbər salavatullah sözünə davam edərək buyurdu: Onda mən sizi döyüşə çağırıram. Xristiyanlar cavab verdilər: Bizim ərəblərlə vuruşmağa taqətimiz yoxdur. Lakin səninlə sülhə gəlirik ki, bizimlə vuruşmayasan və bizi dinimizdən döndərməyəsən. Bunun müqabilində sənə ildə 2000 hillə, silah və paltar verərik. Minini səfər ayında, digər minini isə Rəcəbdə verərik. Əlavə olaraq 30 ədəd adi dəmir zireh də verərik. Peyğəmbər salavatullah bununla razılaşmayaraq buyurdu: And içirəm canım əlində olana, yəni Allaha, ölüm və fəlakət Nəcran əhlinin üstünə çökməkdədir. Əgər onlar yalandan günahsız olmalarını and içsələr, meymuna və donuza çevriləcəklər. Vadi onlar üçün yanar cəhənnəmə dönəcəkdir. Nəcran və onun əhalisinin, hətta ağaclar üstündəki quşların da kökü kəsiləcəkdir. Qüdrətli bir qüvvə bütün xristiyanların üstünə gələcəkdir ki, onları məhv etsin. Lakin onlar İslamı qəbul etmədən öz yerlərinə qayıtdılar. Xristiyanların liderlərindən olan Seyid və Aqib elə təzəcə yola düşmüşdülər ki, Peyğəmbər salavatullahın yanına qayıdıb
İslamı qəbul etdiklərini elan elədilər. Ər-Razi, Ət-Təfsirul Kəbir, 8-ci cild, 85-ci səhifə. Ət-Təbəqatul Kübra, 1-ci cild, 357-ci səhifə.